Dəyərlər sistemimiz Bəli. çox önəmlidir. Dəyərlər sistemimizi nəyi hara qoymağımız. Məsələn, tutaq ki, belə bir nümunə çəkə bilərəm də. İki insandır və bu iki insan da pul birində dəyərlər sistemində birinci yerdədir, birində 7-ci yerdədir. Bu iki insan da çox imkanlıdır, çox böyük şirkəti var. Və bunların ikisi də iflas elədi və ikisindən biri infarkt keçirdi. Səncə hansıdır? Məncə birinci yerə qoyandı. Çünki onun üçün hər şey idi. Hər şey idi, dəyəri çox yüksək idi. Ona görə ki, bizim həyatımızı alt-üst edə bilər dəyərlərimiz. Ona görə də ora elə bir şey qoymaq lazım ki, onu itirməyək. Məsələn, pulu qoyduq, itirə bilərik. Dostu qoyduq, itirə bilərik. İşi qoyduq, itirə bilərik. Mal-mülk qoyduq, itirə bilərik. Ailəni belə qoysaq, bəli, bu da nisbidir. Nisbidir. Ora kimi qoysaq, itirməliyik. Təbii ki. Özümüzü qoysaq, itirməliyik. Özümüzə fokuslananda həqiqətən yaxşı olur. Bunu görürsünüz, bir çox sualda biz vurğulayırıq. Çünki sualın cavabı elə ora gedir, özümüz, biz. Amma bu egoistik deyil, yəni. Əslində bəzən elə bilər ki, sadəcə özümüzə yox, bu sadəcə özümüzə fokuslanıb, öz inkişafımıza fokuslanıb, ətrafımıza, çevrəmizə də daha yaxşı, faydalı ola bilirik. Mən öz mənfilərimi də